Salam əziz abituriyentlər, hörmətli valideynlər. Bugün sizlərlə birinci ixtisas qrupunda bəzi ixtisaslar haqqında məlumat verəcəm və bu birinci ixtisas qrupunda ən reytingli ixtisaslar hansılardır və bu ixtisaslar hansı universitetlərdə daha mükəmməl öyrədilir, ən yüksək səviyyə tədris hansı universitetlərdədir, o haqqda məlumat verəcəm. Əvvəla birinci qrupu seçən universitetlər, birinci qrupu seçən abituriyentlər üçün qeyd eləyək ki, bu qrup ölkənin rəqəmsal və sənaye transformasiyasında mühərrik rolunu oynayan peşələri əhatə edir. Yəni əsas fənlər, bu ixtisas qrupunda əsas fənlər riyaziyyat, fizika, kimya və informatikadır və bu alt qrup olaraq kimya və informatika alt qruplarına bölünür birinci qrup. Əsasən üstünlük verir şagirdlər riyaziyyat informatika alt qrupuna. Burada da deməli kompüter elmlərinə aid ixtisaslar daha çox olduğu üçün bu sahəni seçirlər və bu kompüter sahəsində olan ixtisaslar hansı ixtisaslar var? Birinci onları sizin nəzərinizə çatdırım. Deməli burada keçid balının sıralamasına uyğun ixtisaslar haqqında məlumat verəcəm. Deməli informatika və rəqəmsal biliklər müəllimliyi. Deməli bu sahədə ən aşağı bal tələb edən müəllimlik ixtisasıdır. Kompüter müəllimliyi, informatika müəllimi və burada yeni rəqəmsal biliklər müəllimliyi. İxtisasın adı belə gedir. Sonra ikinci yerdə gəlir informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, data analitika belə bir ixtisas da var. Bu bəzən ixtisasların içində gedir, bəzən ayrı bir ixtisas kimi. Məsələn, data analitikası Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə bir ayrıca ixtisas var. Və keçid balda 568 bal olub və ən yüksəkdə duran, ən reytingli ixtisas burada informasiya təhlükəsizliyidir. İndi bu ixtisaslar haqqında təzədən biraz məlumat verək. Deməli, informatika və rəqəmsal biliklər müəllimliyi bu hamımıza tanış olan bir ixtisaslardır. Yəni məktəbdə informatika müəllimi işləyə bilərsiniz bu ixtisası bitirdikdən sonra. Yəni bu təkcə müəllimliklə demək məhdudlaşmır. Müxtəlif sahələrdə, əgər bu ixtisas sahədə biliklərinizi artırıb, müxtəlif proqram və layihələri öyrənməklə dövlət qulluğuna imtahan verib, başqa idarə müəssisələrdə də iş tapa bilərsiniz. Yəni bu o demək deyil ki, təkcə bu informatika və rəqəmsal biliklər ixtisasını bitirən mütləq müəllim işləməlidir deyə belə bir şey yoxdur. İnformasiya texnologiyaları. İnformasiya texnologiyaları isə burada ümumi bir informatika haqqında ümumi bir ixtisasdır. O informasiya texnologiyalarında deməli şagirdlərə, daha doğrusu tələbələrə nələr öyrədilir? Burada da bütün sahələrdən məlumat verilir. Yəni kompüter sistemi, onların quraşdırılması, idarə olunması, proqramların yazılması, kompüterlərin biri-biri ilə əlaqələndirilməsi və deməli burada təhlükəsizlik də sahələr ümumiyyətlə kompüter biləndə orada təhlükəsizlik, parol qoymaq, kod qoymaq bu sadə bir şeylərdir. Yəni bizə biraz çətin görünə bilər, ancaq o ixtisasa dərinliyinə öyrəndikcə görürük ki, yəni bunlar çox sadə bir hissəsidir. Kod yazmaq onlar sadə bir hissədir. Onun daha geniş universitetdə təhsil aldıqca daha geniş səviyyədə bu ixtisaslara siz sahib olacaqsınız. Kompüter mühəndisliyi. Kompüter mühəndisliyi nə deməkdir? Kompüter mühəndisliyi adından məlumdur ki, burada mühəndis. Mühəndis o demək deyil ki, ancaq elə burada deməli mühəndislik eləyir. Burada da yenə də kompüter haqqında bütün biliklər öyrədilir. Kompüterlərin şəbəkə sisteminin yaradılması, onların bir vahid sistemlə idarə olunması, məlumatların yerləşdirilməsi və ilə axır. Yeri gəlmişkən bu sahədə bir məlumat verim. Deməli, Azərbaycanın dünyaca məşhur bir asan xidmət sahəsi var, hamımızın bildiyi kimi. Yəni bu dünyada ilk olaraq Azərbaycanı yaradılıb, hətta digər dövlətlər də Azərbaycanın bu təcrübəsindən istifadə edir. Bu sistem quraşdırılıb və orada bütün deməli nazirliklərin, idarə və müəssisələrin hamısının səhifələri var. O səhifələrə daxil olmaqla istənilən məlumat almaq, ötürmək, nəsə əldə eləmək vahid pəncərə sistemi sayılır bu, idarə olunur. Yəni bunu da Azərbaycanın mütəxəssislərin yaratdığı bir sahədir. Bu sahəni yaradanlar da təbii ki, informatika və informasiya və deməli IT mütəxəssislərdir. Yəni kompüter sahəsində olan bilikləri dərindən bilən, ixtisası dərindən bilən Azərbaycanın mütəxəssislərin sayəsində yaradılmış bir sistemdir. Kompüter mühəndisləri, sonra kompüter elmləri, bunlar başqa-başqa ixtisaslardır. Kompüter mühəndisləri, kompüter elmləri
və informasiya təhlükəsizliyi. Bunların içərisində ən reytinglisi informasiya təhlükəsizliyi. Adından məlumdur ki, informasiya təhlükəsizliyi, yəni dövlətdə çox önəmli bir qurumlar var. Məsələn, nazirliklər var, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, sonra Miqrasiya Xidməti, icra hakimiyyətləri, Dövlət Sərhəd Xidməti və ilə axır. Yəni bu elə bir müəssisələr var, onların deməli səhifələrində, saytlarında gizli məlumatlar, xüsusi məlumatlar olur. O məlumatlar kənara sızmamalıdır və bunun təhlükəsizliyi qorunmalıdır. Həmin o təhlükəsizliyə nəzarət edən sistem adlanır informasiya təhlükəsizliyi. Yəni ona görə deməli bu ixtisas ən yüksəkdə duran ixtisasdır və bu ixtisasda tədris ingilis dilində olanlar ən reytingli ixtisaslardır. Çünki ümumiyyətlə kompüter sistemində dillər ingilis dilində olduğu üçün, proqramlar ingilis dilində olduğu üçün məsləhət görərdik ki, əgər buna biliyiniz, imkanınız, topladığınız bal imkan verirsə, tədris ingilis dilində olan ixtisasları seçəsiniz. Bunun üçün deməli blok fənnindən minimum keçid balı 100-dən az olmamalıdır və tədris ingilis dilini seçmək üçün İngilis dilindən də topladığınız buraxılış imtahanında toplanan bal 40-dan az olmamalıdır. Əgər bu kriteriyalar sizdə varsa, tədris ingilis dilində seçə bilərsiniz. Və bu sahədə birinci yerdə gedən Bakı Ali Neft Məktəbidir. Ekranda gördüyünüz, deməli Bakı Ali Neft Məktəbinin ixtisasları göstərilib və onların keçənlik keçid balları göstərilib. Bakı Ali Neft Məktəbi ən reytingli bu sahədə bir universitetdir. Deməli, onun beynəlxalq standartlara cavab verən bir təhsil sistemi orada quraşdırılıb. Bunun üstünlüyü nədədir? Yəni bu nəzəri biliklərlə yanaşı praktik bilikləri də tələbələr yerindəcə, yəni universitetdə təhsil aldığı müddətdə bu biliklərə sahib olurlar. Bunu ətraflı öyrənirlər və deməli tətbiq edə bilirlər. Bir çox universitetlərdə bu sahədə ixtisaslar verirlər, ancaq etiraf edək ki, bu universitetləri bitirdikdən sonra tələbələr məcburən gedib başqa bir hansısa bir özəl kurslarda bu sahədə xüsusi bir kurs keçirlər, ondan sonra imtahan verirlər və işə qəbul olurlar. Yəni universitetdə öyrədilən proqramların, belə deyək, o proqramlarda öyrəndikləri bilgilərlə əmək bazarında yaxşı iş tapa bilmirlər. Bunu qeyd edirəm. Ancaq deməli Bakı Ali Neft Məktəbində birbaşa oranı bitirən oran məzunları belə deyək, işçi olaraq həmişə onlara ehtiyac var və bu dəqiqə Azərbaycanda ən aparıcı sistemdə çalışan işçilər həmən o Bakı Ali Neft Məktəbinin məzunları yaxud bu sahəni xaricdə bitirmiş tələbələrdir. Burada təhsil əsasən ödənişlidir. Ödənişli olmağına baxmayaraq keçid balları da yüksəkdir. Nəyə görə? Səbəbini də açıqladıq. Bundan sonra ikinci yerə gəlir, deməli, ADA Universiteti. ADA texnologiya və IT sahəsində innovativ yanaşma, ingilis dilində tədris və güclü praktik bazaya malikdir. Yəni, ikinci yerdə ADA Universiteti durur. Burada da üstünlüyü nədir? Burada praktik tətbiq var. Sonra üçüncü yerdə Bakı Dövlət Universiteti. Bakı Dövlət Universitetində birinci qrup üçün ən reytingli ixtisaslar. Demək, tətbiqi riyaziyyat, qayıdaq Bakı Dövlət Universitetinə, digər universitetlər haqqında da məlumat verək. Deməli, Aviasiya Akademiyası, rəssamlıq, Bakı Dövlət Universiteti birinci sırada gəlməlidir. İqtisad Universiteti, yer gəlmişkən bu universitet haqqında məlumat verək və İqtisad Universitetində də həmən ixtisaslar balı demək olar ki, Bakı Dövlət Universitetinin balından yüksək. Baxın, kompüter elmləri 583,1 bal, sonra informasiya texnologiyaları 591 bal dövlət hesablı. Bunlar ödənişli əsaslardır, mötərizədə yazılanlar dövlət hesabına olandır. İnformasiya texnologiyaları tədris ingilis dilində. Görürsünüz, ingilis dilində tədris olanlarda ballar yüksəkdir, 634,6 bal. İnformasiya təhlükəsizliyi 609 bal. İnformasiya təhlükəsizliyi tədris, deməli, ingilis dilində olan 640 bal. Bu tədris Azərbaycan dilində olandır.